Salam, bugün sizinlə bir yerdə çox spesifik bir mövzuya baxacağıq. Söhbət Red Pill fəlsəfəsinin, deməli, borderline şəxsiyyət pozuntusu, yəni BŞP, əlamətləri göstərən qadınlarla münasibətlərə yanaşmasından gedir. Mənbələr bu barədə, belə deyək, konkret taktiki məsləhətlər verir. Bizim də məqsədimiz bu yanaşmanı, onun prinsiplərini və strategiyalarını anlamaqdır. Bəli, salam. Bu mənbələr həqiqətən də BŞP ilə bağlı bəzi davranışlara qarşı çox, necə deyim, strukturlaşdırılmış cavablar təklif edir. Əsas fikir odur ki, kişi münasibətdə, yəni tarazlığı qorumaq üçün öz emosional sabitliyini və idarəedici mövqeyini saxlamalıdır. Gəlin baxaq, mənbə bu məqsədə çatmaq üçün hansı addımları, hansı konkret şeyləri tövsiyə edir. Elə başlayaq birinci məsələdən, emosiya tənzimləmə problemləri. Mənbə deyir ki, qadının emosional, belə deyək, dalğalanmalarına qarşı kişi sarsılmaz olmalıdır. Çərçivə deyirlər buna, frame, yəni öz dəyərlərini, öz reallıq qavrayışını qorumalıdır. Düzdür, yəni o emosional partlamalara qoşulmaq əvəzinə Sakit qalmaq. bəlkə də hətta söhbəti başqa vaxta saxlamaq. Aynen. Deyir ki, sakit qal, lazım gələrsə de ki, gəl bu mövzunu biraz sonra hər ikimiz sakitləşəndə danışaq. Belə bir yanaşma. Maraqlıdır. Bəs bu qara-ağ düşüncə, yəni splitting deyirlər, o vəziyyətlə necə davranmaq lazımdır? Bu zaman çərçivəni qorumaq yəqin daha çətindir. Hə, çox çətindir, çünki insanı ya ideal görür, ya da tam dəyərsiz. Bax, buna qarşı mənbə başqa bir üsul təklif edir. Buna qısqancılıq və dread, yəni qorxu balansının istifadəsi deyirlər. Qısqanclıq və qorxu balansı bu nə deməkdir? Yəni kişi öz həyatını, hobbilərini, dostlarını, məqsədlərini qorumalıdır. Bununla partnyorun gözündəki dəyərini sabit saxlayır. Hətta deyirlər ki, bəzən tam əlçatan olmamaq lazımdır. Məsələn, planlarda qəfil dəyişiklik etmək, öz işləri ilə məşğul olmaq. Buna dread effekti deyirlər. Bir dəqiqə, bu dread effekti, yəni kişinin tam əlçatan olmaması, mənbəyə görə bu necə tarazlıq yaradır ki? Baxın, məntiq budur ki, bu qismən əlçatmazlıq qadını kişini adi təbii qəbul etməsinin qarşısını alır. Onun dəyərini qoruyur. Anladım. Amma bu, BŞP ilə bağlı onsuz da mövcud olan tərk edilmə qorxusunu daha da gücləndirə bilməz. Bu çox riskli səslənir. Çox ağlı sualdır. Bax, məhz bu həssas məqama görə yanaşmaya başqa bir prinsiplər əlavə edirlər. Alfa davran, amma lazım gələrsə geri çəkil. Yəni, kişi dəyər verdiyini göstərməlidir. Amma heç vaxt, necə deyim, möhtac kimi görünməməlidir. Yəni, güclü amma aslı olmayan. Bəli. Və əgər partnyor həddindən artıq nəzarətçi reaksiya versə, mənbə tövsiyə edir ki, qısa müddətə məsafə saxlamaq olar. Məsələn, mesajlara dərhal yox, bir qədər sonra cavab vermək. Deyirlər ki, bu, o bağlılıq qorxusunu, ehtiyaclılıq hissini tarazlamağa kömək edə bilər. Yaxşı, bəs daha ciddi vəziyyətlər olsa, məsələn, özünə zərər vermə riski, onda mənbə nədir? O halda yanaşma daha qəti olur. Prinsip belədir. Sərhəd qoy, professional yardımı təşviq et. Materialda xüsusi olaraq vurğulanır ki, kişinin rolu terapevt olmaq deyil, olmamalıdır, əsla. Deməli, məsuliyyəti öz üzərinə götürməməlidir. Düzdür. Bunun əvəzinə çox aydın və möhkəm sərhədlər qoymalıdır. Məsələn, deməlidir ki, bu davranış məni çox narahat edir və əgər bu davam edərsə, bizim münasibətimiz mümkün olmaya bilər və eyni zamanda israrla professional dəstək almağa yönləndirməlidir. Bu, həm qayğıkeş olduğunu göstərir, həm də öz mövqeyində möhkəm qaldığını. Başa düşdüm. Münaqişələrin həlli üçün də deyəsən, spesifik bir taktika var idi, neg seçkinliyi. Bu nədir? Hə, negging selectivity. Mənbə bunu belə izah edir ki, səhv zamanı şəxsiyyəti yox, konkret davranışı hədəfə almaq lazımdır. Yəni, sən beləsən demək yerinə, məsələn, bu reaksiyanı başa düşməkdə çətinlik çəkirəm, sənə elə gəlmir ki, biraz şişirdilmiş oldu, kimi sualla başlamaq. Və sonra? Sonra da problemi sakitcə həll etməyə yönəlik liderlik etmək, yəni həll yolu təklif etmək. Ümumiyyətlə, sərhəd qoymaq və dəstək mövzularında da oxşar bir məntiq var deyəsən. Bəli, davamlı bir xətt var. Bu yanaşmaya görə kişi öz həyatını, məqsədlərini həmişə prioritet saxlamalıdır. Yəni, oyun qurucu ol, passiv oyuncu yox. Öz sosial çevrəsindən, hobbilərindən, hədəflərindən imtina etməməlidir.
həddindən artıq emosional dəstək verən roldan çəkinməlidir. Yəni öz dəyərini partnyorun təsdiqinə bağlamamalıdır. Tamamilə. Dəstək göstərmək olar, əlbəttə. Amma vurğuluyurlar ki, əsas məsuliyyət fərdin özündədir və lazım gələrsə peşəkarlarda. Deməli, ümumiləşdirsək, bu Red Pill yanaşması BŞP xüsusiyyətləri ilə üzləşən kişilərə əsasən deyir ki, davamlı olaraq öz emosional sabitliyini, o çərçivəni qoru, lider mövqeyini saxla, aydın sərhədlər təyin et və ən əsası öz şəxsi həyatına fokuslan. Eləmi? Düzdür. Bütün bunlar mənbəyə görə münasibətdəki o güc balansını kişinin xeyrinə saxlamaq və onun öz dəyər hissini qorumaq məqsədi daşıyır. Olduqca maraqlı, amma həm də düşündürücü yanaşmadır. Bəli, elədir. Və bu müzakirənin sonunda bəlkə də sizi düşünməyə vadar edəcək bir sual qoymaq istərdim. Görəsən, mənbədə təsvir edilən bu cür konkret, bəzən hətta sərt görünən strategiyaların tətbiqi, BŞP kimi kompleks bir vəziyyətin o dərin emosional tələbləri ilə uzun müddətdə necə uzlaşa bilər? Və bunun fərdi münasibətlərin sağlamlığına, ümumiyyətlə gələcəyinə real təsiri nə ola bilər? Bu barədə düşünməyə dəyər.